Salam əziz Salam əziz izləyicilərim. Bu günləri mən yenə də sizinləyəm. Bu günləri biz səhərdəndən başlamışıq çəkməyə və bunun sayəsində indi biz təkrardan oynayacağıq və oyunlar nəticəsində çoxlucana oyunçular əldə etməliyik. Əgər oyunçularımız daha çox olsa, reytinqimiz də bir o qədər çox olacaq. Ona görə mən bu oyunu oynayıram. İnşallah bizi qabaqda çoxlu oyuncular gözləyir. Və biz indi hədiyyəni açırıq. Nə olacaq hədiyyənin içində? Özüm də şok oldum. Bəli, 50 pul qazana bildik. Bu da bizim üçün yaxşı bir nəticədir. Və biz indi hədiyyə açırıq, hədiyyə paketi. Baxay hansı Çempionlar Liqasının oyuncusu bəxtimizə gələcək. Və Koreya bəxtimizə çıxdı. Və şimdi biz tez markete girəcəyik burada. Buradakı oyuncuları satmalıyıq. Sonra onların əvəzinə yeni oyuncular alacağıq.
Və bu oyun mən oynamıram. Mən indilərdən menecerlik eləyirəm öz komandama. Ona görə öz komandama çox güvənirəm. İndi mənim elədiklərimə baxın. Və qapımıza penaltı təyin olunur. Mən qapıda əminəm ki, tutacağına əmin idim, amma əminlik alınmadı. Bağışlayın, biz hesabda geridəyik. İndi top bizim əlimizdədir. Çox yaxşı bir həmlə eləyirik. Bellingham'dan ötürmə göylə alınmadı, amma növbəti hücumda alınacaq. Və Gudmundsson, Beckenbauer, Fabian Ruiz, David. Nə möhtəşəm vuruş vurdu, amma alınmadı, qapıya girmədi. Növbəti hücumlarda şansımızı yoxlayacağıq. Jonathan Pedro, David, mən sizi Allah, biz hesabı bərabərləşdiririk. Demişdim sizə, əziz izləyicilər, biz hesab bərabərləşdirib önə də keçə bilərik. Və bu oldu, biz hesab bərabərləşdirdik. Və əzizlərim, biz yenə də qapımızda qol gördük. Amma bunu sizə deyim ki, biz geri dönüş eləyəcəyik. Yenə də hesab bərabərləşdirəcəyik. Rəqib həmişə topları bəxtə qapımızdan keçirtdi. Amma mən sizə deyirəm ki, biz yenə də hesab bərabərləşdirəcəyik. Və Fabian Ruiz, Bakva topu geri döndərdi. Fabian, Jonathan, David. Nə olur? Oyuna kənar vəziyyət var. İlk hissənin sonlarına yaxınlaşırıq, əziz izləyicilərim. Və ikinci hissəyi mən əvəz etməklə başlayıram. Cavani'ni oyuna saldım. İkinci hissədə öz heyətimə güvənirəm. Ona görə bir əvəz etmədə eləyəcəm. Vits'dən topu aldık, amma çölə vurdu. Ev yox. İtoka çıxdı. Roja girdi. Və hücuma çıxırıq. Çox yaxşı bir əks həmlə komandamdan. Yenə Bellingham buraya hesabı bərabərləşdirir. Mənim komandam sizə demişdim, hesab bərabərləşdirdi. İndi biz qələbə üçün meydandayıq. Sizə də deyirəm, abunə olun, tıklayın. Bizə belə şeylər lazımdır. Biz gəlib qələbə qazanaq. Demişdim sizə, ikinci hissədə biz qələbə görəcəyik. Hesab bərabərləşdirdi. İndi hesabda önə keçmək vaxtıdır.
Və təkrardan hücumdayıq, amma hücumumuz yarıda qaldı. Və əlavə vaxta gedir bizim oyunumuz. Xeyr, əlavə vaxta getmədi, oyun bitdi.